Yeah, all the game was like this. We dominate, but we cannot score. Today, their goalkeeper was very good, so we are very disappointed because we want to win. Əlbəttə bütün oyun boyu dominant futbol oynamağa çalışdıq. Onlar sona qədər yaxşı müdafiə oldular. Çox üzülürük ki, xal itirdik. İstərdim bir sual da idarəçiliyi ilə bağlıdır verim. Hansı ki, rəqib nə qədər tempi aşağı salırdısa, təbii ki, bu onlara sərf edirdi, rəqibi başa düşmək olar, amma oyunda tempin aşağı düşməsində hakimin də sanki rolu var idi. İdarəçiliyi ilə bağlı nələr deyə bilər? No, very bad referees. A lot of games. Sometimes penalty they don't give. Today it's time. They don't give time. They play. Normally we have minimum 11 minutes extra, and he give 3-5 minutes. It's not possible this. Demək olar ki, hər oyun belə idarəçilik olur. Çox bərbad idi bu gün idarəçilik. Bundan qabaqki oyunlarda penal epizodları olur, bizim xeyrimizə verilmir. Bu gün minimum 11 dəqiqə əlavə olunmalı idi oyuna, 3 dəqiqə, 5 dəqiqə əlavə eləyib. Yəni bərbad idi hakimlik.